Allah, məni ucalt deməkdir. Bəli, səcdə etmək Allaha ucalmaq deməkdir. Maddiyyat, bədən alçalır, ruh isə ülgüləşir, yüksəlir. O səbəbdən də bir qul əgər ki, istəsə ki, Allah-u Teala'ya müqərrəb qul olsun, yaxın qul olsun, Allah-u Teala'ya səcdə etsin, namaz qılsın. Necə ki, Qələgahlı, Qubalı İbrahim Əfəndi indi Şabran rayonunun ərazisində o kənd, o vaxt özü kimi Qubbə Qulhan edib. Yəni, Qubbə, Quba deməkdir, Qulhan, Gülhan, güldanlıq olan yer deməkdir. Bütün bizim bu mahalımız, bizim ecdadlarımız, babalarımız Əfəndi babaya mürid olublar, onun oğlu Əblab Əfəndiyə mürid olublar, Allah çox böyük evliyalar olub. Hamı ona çox etiqad eləyib, o da xalqın irşadında, təhsilində bir evliya kimi, bir İslam alim kimi çox əməklər sərf eləyib. Amma ona müraciət eləyəndə qurban olduğum Əfəndi baba deyib. Canım sənə qurban olsun deyib Əfəndi babaya. O qədər onu seviblər ki. Oğlu Qədəşən babadır ki, ondan sonraki xəlifədir, evliyadır, Allah dostudur. Əblab Əfəndiyə də müraciət eləyəndə Qədəşəmi deyiblər. Qədəş bilirsiniz ki, indi adla çağırır insanlar bir-birini. İnsanlar indi mədənləşdikcə vəhşiləşirlər. Böyük qardaşa o vaxtda Qadaş deyiblər, Qədəş deyiblər. Əblab Əfəndi insanlara o qədər yaxın olub ki, xeyirxahlıqla, insan sevərliyi ilə. Amma onu hər kəs evinin elə böyük qardaşı kimi bilib.